bugünkü müsəlmanların əməllərini İslamla müqayisə eləmə. Doğrudan da elədir. Əksər insanlar la ilahe illallah deyir, Muhammed Rasulullah deyir, sallallahu aleyhi ve sellem. Lakin görürsən ki, adam gedir, daşa ibadət eləyir, adam gedir, ağaca ibadət eləyir. Məsələn, kimsə bir dənə ağac əkib, hansısa kənddə, normal bir ağacdır, yəni Allahın yaratdıqlarından bir yaratdığıdır, məxluqdur. Görürsən, o pirə döndəriblər, gəlirlər, parçalar bağlayırlar ora, diləklər tuturlar. Biri deyir ki, evladım olsun, spitskanın kutusundan, necə deyirlər, el arasında nəyini düzəldir, yerləncə, hansı ki, uşaqlar onun içində yatıstırırlar. Yəni, etiqad edir ki, belə bir şey düzəltsəm, yerləncəyə oxşar bir şey assam ağacdan və bir dilək tutsam, ağac səbəb olacaq. Şimdi ən yaxşı zənnlə desək, bəzilər belə fikirləşir ki, ağac səbəb olacaq ki, Allah mənə evlad verəcək. Hətta biraz belə şiddətli desək, bəzilər deyir ki, ağac mənə evlad verəcək. Bunu oradan assam, evladım olacaq. Bir şey verin, Allahın yaratdıqlarından biri yaratdığı bir məxluqdur. Etiqad edir ki, adam o nəsə verər və ya məndən bəlanı uzaqlaşdırar, məndən müsibəti uzaqlaşdırar. Bir şey verirsiniz, insanlar necə, müsəlmanların əksəriyyəti necə zəlalət içindədir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, çox olacaqsınız, amma köpük kimi, çörçöp kimi olacaqsınız. Fikir versən, niyə? Allah qorxusu yoxdur, sünnətə bağlılıq yoxdur, tövhidi yaşamırlar. İn tansurullaha yansurukum. Allah kömək eləsəz, Allah sizə kömək eləyəcək. Kömək olmasa, Allah da kömək eləməyəcək. Fələ qalib. Allah Teala buyurur ki, وَمَنْ نَصْرِ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ Nasır, kömək, yardım, təyid, dəstək Allahdandır. Göz qüvvət sahibi olan Allahdan. Sən Allah'a tövhid sünnət üzərində ibadət eləməsən, Allah sənə evlad verməklə kömək eləməyəcək. Allah Teala sənə yardım eləməklə, sıxıntılardan xilas eləməklə sənə kömək eləməyəcək. Ona görə müsəlmanların əksəriyyəti müsibətdədir. Niyə belə olur? Niyə Allah yardım eləmir? Niyə Allah Teala kömək eləmir? Çünki sən Allah deyən kimi yaşamırsan. Öz istəklərin kimi, nəfsi istəklərin kimi yaşayırsan.